Hraparak nəşrinin bir iddiası var. Qarabağdan Ermənistana qaçan separatçılar İrəvanda qondarma Artsaq nümayəndəliyi fəaliyyətinə davam etməyə başlayıb və separatçılar da əsas toplantılarını orada keçirirlər. Dediyim kimi, belə bir iddia ilə Hraparak nəşri çıxış elədi. Bildirildi ki, separatçıların fəaliyyətinin artmasında isə Rusiyanın birbaşa tapşırığı və dəstəyi var. Hraparak nəşrinin Rusiya meyilli olduğunu nəzərə alsaq, bu iddia kifayət qədər ciddi görünür. Ekspertlər də belə şərh edirlər ki, Rusiya bu məsələni diri saxlamaqla gələcəkdə ondan öz maraqlarının təmini üçün istifadə edə bilər. Bəs hadisələrin belə inkişafı Bakı ilə İrəvan arasında gedən sülh danışıqlarına necə təsir edəcək? Cavid İmaməliyev araşdırıb. Qarabağdan Ermənistana gedən separatçıların qalıqları əvvəllər Paşinyan hakimiyyətinin təzyiqi altında idisə, son dövrlər bu yanaşmanın bir qədər yumuşaldığı müşahidə edilir. Hraparak nəşrinin iddiasına görə hətta İrəvandakı qondarma Artsaq nümayəndəliyi fəaliyyətinə hələ də davam edir. Separatçılar da əsas toplantılarını orada keçirirlər. Hakimiyyət əvvəllər dövlət içində dövlətin olmasına dözməyəcəyini desə də, son aylar qeyri-adi dərəcədə loyallıq nümayiş etdirir. Belə ki, Ermənistan hakimiyyəti separatçıların prezident və parlament institutlarını qoruyub saxlamağa imkan verən qondarma konstitusiya dəyişikliyinə də Samvel Şahramanyanın qondarma Artsaqın buraxılması qərarını dəyişənə də reaksiya verməyib. İndiyə qədər separatçı rejimin ayaqda qalması, belə deyək, fəaliyyətini davam etdirməsində maraqlı olan Rusiyanın da müəyyən təsirləri burada təbii ki var. Nəticə etibarilə bu günləri həmin rejimin fəaliyyətini davam etdirməsi onu sübut eləyir ki, Ermənistan hakimiyyətinin Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı, Azərbaycanın suverenliyini tanıması ilə bağlı, Azərbaycanın qarşı hər hansı bir ərazi iddialarının olmaması ilə bağlı dedikləri sadəcə quru bəyanatdan başqa bir şey deyil. Həmçinin Hraparak nəşri iddia edir ki, Ermənistan hakimiyyətinin separatçılara qarşı bu loyallığı Rusiyadan aldıqları xəbərdarlıqla bağlıdır. Moskva İrəvandan qondarma Artsaq qurumlarının ən azı formal olaraq saxlanılması ümumiyyətlə Qarabağ məsələsinin tamamilə bağlanmamasını istəyib. Görünən odur ki, hər nə qədər Qarabağ problemi həll olunsa da, bəzi dairələrdə separatçılardan gələcəkdə siyasi məqsədlər üçün istifadə planları da mövcuddur. Qərbin dəstəyinin kəsilməsi səbəbindən Paşinyan administrasiyası da artıq Moskvanın təzyiqlərinə tab gətirə bilmir. Nəticədə qondarma Artsaq məsələsi yenidən gündəmə gətirilir. Üstəlik qondarma rejimin İrəvanda fəaliyyət göstərməsinə icazə verilməsi Paşinyana müxalifətə qarşı az da olsa tərəfdaş qazanmağa da imkan verir. Bununla belə Moskvanın təzyiqi olsa da, olmasa da, qondarma rejimin fəaliyyəti Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına böyük əngəldir. Hazırda Ermənistan hökuməti keçmiş Qarabağ separatçılarına loyallıq göstərir və məsələ bundadır ki, bunu Rusiyadan gələn siyasi təzyiqlərlə əlaqələndirirlər. Təbii ki, tez-tez Rusiya hökuməti Ermənistana bu barədə təzyiqlər göstərir və keçmiş Qarabağ separatçıları faktiki olaraq yox olsalar da onlar zaman-zaman Paşinyan hökumətinə maneçilik yaradırlar. Və təbii ki, bu proseslər də Azərbaycan ilə sülh prosesinə mane olacaqdır. Həmçinin onu qeyd etmək lazımdır ki, hal-hazırda Ermənistan hökuməti vaxt qazanmaq niyyətindədir və sülh prosesində hələ ki Azərbaycan irəli sürdüyü şərtlərə əməl etmək istəmir. Təbii ki, Rusiyanın da istədiyi budur ki, Ermənistanda Qarabağ məsələsi gündəmdən düşməsin, onların dırnaqarası nümayəndəliyi Yerevanda fəaliyyətini bərpa etsin, yığılsınlar, iclaslar keçirsinlər və bu prosesdə sülh prosesi pozulsun. Yəni göründüyü kimi proses bu istiqamətə gedir. Nikol Paşinyan siyasi iradə nümayiş etdirməyincə Qarabağdan gələn separatçıların oradakı müəyyən separatçı ünsürləri neytrallaşdırmadıqca Rusiya bu amildən məhz Nikol Paşinyana qarşı istifadə edəcək. Bəli, Rusiya artıq Ermənistana kifayət qədər vaxt və diqqət ayırır. Bu isə separatçıların yenidən fəaliyyətini artırmasına, Nikol Paşinyanın ölkə daxili təzyiqlərlə üzləşməsinə və regionda sülhün bərqərar olmasının ləngiməsi deməkdir.